Bugün Türkiye səmasında İranın atdığı 3-cü raket zərərsizləşdirildi. Qısa müddət ərzində ard-arda raket hücumları bölgədə vəziyyəti gərginləşdirməklə yanaşı, bütün diqqətləri İran-Türkiyə xəttində baş verən hadisələrə yönəldi. Ardıcıl şəkildə baş verən bu hadisələr isə bir sıra suallar doğurur. Əgər əvvəlki raketlərin atılması təsadüf və ya texniki səhv kimi izah edilirdisə, 3-cü hadisəni də eyni cür qiymətləndirmək mümkündürmü? Yoxsa bu artıq regionda yeni gərginliyin xəbərçisidir? Mövzu ilə bağlı suallarımızı siyasi şərhçi Turab Rızayev cavablandırıb. Bilirsiniz, burada bir neçə ehtimal gündəmə gəlir. Bu ehtimallardan birincisi odur ki, burada Türkiyə ərazisində hansısa ABŞ-ın istifadə elədiyi, deyək ki, lokatoru var, hansısa radar sistemləri var və ya hansısa bir mərkəz var ki, bu İranın İsrailə zərbə endirməsinə mane olur. Məhz İran onu sıradan çıxartmaq istəyir. Ancaq bunu fərqli adlarla adlandırır, belə deyək. Açıq şəkildə etiraf edə bilmir ki, həmin radarı sıradan çıxara bilmir. Çünki gördüyümüz odur ki, o radarı Türkiyənin ərazindəki radarı və s. hədəflənsə İran vura bilmir. İkinci məsələ ondan ibarətdir ki, burada İran faktiki olaraq müharibənin coğrafiyasını maksimum genişləndirməyə çalışır. Deyək ki, Hörmüz boğazında bunu elədi, Ərəb ölkələri ilə elədi, deyək ki, Kipr hətta Yunanistan belə hücumlarda iştirak elədi. Ola bilsin ki, bununla NATO-nu da münaqişə çəkərək maksimum münaqişə arealını genişləndirmək istəyir. Üçüncü məsələ burada ondan ibarətdir ki, ola bilsin burada hansı şəkildə fərqli qüvvələr maral ola bilərlər Türkiyə-İran münasibətin kəskinləşməsində. Burada İran daxilində fərqli şovinist fars millətçi qüvvələr də var. İran daxilində ABŞ-İsrail deyək ki, ikilisinin nəzarətində olan qüvvələr də var və ya sadəcə başsız qalmış, başını itirmiş səfər qüvvələrinin hər hansı biri ola bilər. Amma istənilən halda Türkiyə hansı şəkildə deyək ki, 3-cü raketin atılması artıq bu təsadüf hallarını ortadan qaldırır. Yəni, Hakan Fidan keçən dəfə çox açıq şəkildə buna reaksiya vermişdi ki, əgər bu öz trayektoriyasını itirmiş raketdirsə, biz bunu başa düşə bilərik. Amma əgər bu deyək, belə deyilsə və təkrarlanarsa, o zaman Türkiyənin reaksiyası çox sərt olacaq. Amma görünür ki, artıq bu 3-cü dəfə təkrarlanır və Türkiyə necəsə münaqişəyə çəkməyə çalışırlar. Türkiyə isə maksimum səbr edir münaqişəyə qoşulmasın. Bunun iki səbəbi var. Bir, Türkiyə İrana qarşı hər hansı əməliyyatda ABŞ-ın və İsrailin yanında görünmək istəmir. Yəni, İrana qarşı ABŞ və İsraili dəstəkli görünmək istəmir. İkinci məsələsi isə Türkiyə bölgədə Ukrayna böhranına bənzər bir İran böhranının olmasını istəmirdi. İndi isə bu böhrana məcbur şəkildə onun qatılmasını istəmir. İstəmir ki, Türkiyəni bataqlığa çəkələr. Amma aydın məsələ ki, İran bunu dəfələr davam eləsə, Türkiyə ən azından buna bir cavab vermək məcburiyyətinə qalacaq. Ən azından belə deyim, Türkiyə tam miqyaslı müharibə eləməsə də İranın müəyyən hərbi hədəflərini və ya rəşid buraxılma məntəqələrini vura bilər ki, bu da sonunda eskalasiyanı gücləndirə bilər.